Salamlayıram hər birinizi dəyərli insanlar, dəyərli vətəndaşlarımız, dəyərli insanlarımız. Qısa bir şəkildə öz fikrimi bildirmək istərdim bir mövzu haqqında. Demək, mənim az öncə sosial şəbəkələrin birində, TikTok sosial şəbəkəsində qarşıma bir millət vəkilinin çıxışı çıxdı. Daha doğrusu canlı yayım edərkən onu izlədim və ona verilən suallara qarşı o belə bir cavab işlədir ki, bizim gənclərimiz, bizim vətəndaşlarımız öz dövlətində yaşamalıdır. Hər bir yerdən yaxşı öz dövlətimizdir, öz millətimizdir. Gənclərimiz, vətəndaşlarımız öz dövlətini qorumalıdır, sevməlidir. Əslində məsələyə bir tərəfli baxsaq, bəli, həqiqətən də hər yerdən yaxşı bizim öz dövlətimizdir, hər yerdən yaxşı bizim öz millətimizdir. Bizlərin hər biri öz dövlətini, xalqını, millətini qorumalıdır, sevməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcudur. Amma məsələyə obyektiv bir şəkildə yanaşanda isə, obyektiv bir şəkildə baxdıqda isə, bir vətəndaşın, bir gəncin öz dövlətini, öz millətini sevib qoruması üçün onun normal təhsili olmalıdır, onun normal səhiyyəsi olmalıdır, o rahat bir şəkildə öz hüquqlarını müdafiə edə bilməlidir ki, bunlar hər biri təmin olunduqdan sonra öz yalnız vətənini qoruya bilər. O zaman yalnız vətənində rahat bir şəkildə yaşaya bilər. Amma bugünkü vəziyyətdə, bugünkü halda insanlar yaşaya bilmədiyi təqdirdə, təhsilin normal olmadığı təqdirdə, səhiyyənin bərbad olduğu bir təqdirdə, vətəndaşlar borcun xərcin içində batdığı bir zamanda hansı qorumaqdan danışa bilərik? Əslində məni narahat eləyən bu tipli cavab deyil. Deputatın verdiyi cavab deyil. Məni əslində narahat eləyən deputatın bu vəziyyətdə, ümumiyyətlə o həmin deputatdan təkcə söhbət getmir. Bir çox deputatları da, 90% deputatlar mən deyərdim o vəziyyətdədir. Millətin, vətəndaşın vəziyyətinin bərbad olduğunu bilə-bilə, görə-görə yenə də çıxıb sanki nağıllar aləmində yaşayırıq. Hər şey gözəldir, hər şey yaxşıdır, hər şey mükəmməl səviyyədədir. Bəs adınızı niyə millət vəkili qoymusunuz? Niyə millətin vəkili görüntüsünü yaradırsınız özünüzdə? Deyin hakimiyyətin vəkiliyik biz, deyin biz yapım vəkiliyik. Biz onda sizin bu çıxışlarınızı qınamarıq, biz onda sizin bu çıxışlarınıza sərt şəkildə tənqid etmərik. Deyərik ki, adamlar öz fikirlərini açıq bir şəkildə qeyd edirlər ki, biz millətin vəkili deyilik, biz millətin xeyrinə danışmırıq, bizim millətin halı, vəziyyəti maraqlı deyil. Bizə sadəcə kreslomuz, aldığımız pul, tutduğumuz vəzifə və daha yüksəklərdə olan bir vəzifə niyyətimiz, bizə sadəcə bunlar maraqlıdır və biz də əlimizi üzərik artıq, necə ki üzmüşük, artıq heç bir məmurdan, heç bir deputatdan bir ümidimiz, bir istəyimiz yoxdur. Sadəcə bizim etdiyimiz tələbdir ki, sən bu vəzifəyə madəm ki gəlmirsən, öz vəzifəni də yerinə yetir. Bizim dediyimiz sadəcə budur. Açıq-aşkar deyin və biz də vətəndaş olaraq, xalq olaraq bilək ki, artıq bizim deputatlarımızdan bilirik zaten hara yoxdur. Bundan sonra ümumiyyətlə əlimizi üzək ki, artıq bizim deputatlar millət vəkili statusundan əl çəkiblər, hakimiyyətin vəkili adını alıblar. Təşəkkür edirəm dinlədiyiniz üçün hər birinizə.